Ötən ilin noyabr ayında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi Qaradağ rayon icra hakimiyyətində yoxlamalar aparıb və icra başçısının müavini Muradov Nadir Yedulluoğlu, rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdir əvəzi, baş mütəxəssis Qafar Abdullayev barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Daha sonra Qaradağ rayon icra başçısının köməkçisi Umudov Rəşad Həsənoğlu, icra hakimiyyətinin mütəxəssisi Nadirli Rəşad Sərdaroğlu və icra hakimiyyəti başçısının Çeyildağ üzrə nümayəndəsinin müavini Şəmsiyev İsa Tofiqoğlu saxlanılıb və məhkəmənin qərarı ilə onlar haqqında ev dustaqlığı qəti imkan tədbiri qərarı verilib. 2010-cu ildən Qaradağ rayonu icra hakimiyyətinə rəhbərlik edən Süleyman Mikayılov hələlik məsuliyyətdən kənarda qalıb. İllərdir saysız hesabsız şikayətlərə və qanunsuz əməllərə baxmayaraq, Mikayılovun cəzasız qalması cəmiyyətdə bir mənalı qarşılanmır. Qaradağ rayonunda baş verən həbslərlə bağlı Reallıq TV media qrupunun rəhbəri İkram Rəhimov sosial şəbəkədə maraqlı açıqlamalar verir. Tanınmış jurnalist bir sıra gizli məqamlara aydınlıq gətirməklə Qaradağ rayon icra başçısının hansı fəaliyyətlə məşğul olduğuna və kimlər tərəfindən himayə olunduğuna aydınlıq gətirir. İkram bəy ilk olaraq illər öncə rəhbəri olduğu Reallıq qəzetində imzası ilə dərc olunmuş araşdırmalara diqqət çəkərək Süleyman Mikayılovun himayədarı Kemalettin Heydarovun kimliyi barədə qeyd edir. 2004-cü ildə rəhbəri olduğum Reallıq qəzetində imzamla dərc olunmuş yazılarda dövlətə xəyanət maddəsi ilə hazırda həbsdə olan Boz kardinal Ramiz Mehdiyev və onun şəbəkəsinin əsas siması prezidentin keçmiş köməkçisi Əli Həsənov haqqında təkzib olunmaz faktları ictimailəşdirmişdim. Qəzetin eyni nömrələrində hazırda Fövqəladə Hallar Naziri olan Kemalettin Heydarov və hüquq mühafizə orqanları tərəfindən axtarışa verilmiş Baş nazirin keçmiş müavini Abbas Abbasovun gizli fəaliyyəti ilə bağlı geniş məlumatlar dərc olunmuşdu. Silsilə yazılar adı çəkilən şəxslərin narazılığına səbəb olmuşdu və onların qəzetin fəaliyyətini dayandırmaq üçün o dövrdə fəaliyyətində olan Çap evi mətbəəsinin rəhbəri Şahbaz Xudoğluna, eləcə də qəzetlərin satışını təşkil edən MMC-lərə təzyiq edirdilər. Məcburiyyətdən biz mətbəənin adını qarışıq yazaraq texniki səhv kimi göstərir və təzyiqlərdən yayınmağa çalışırdıq. Həmin yazılardan məlum olurdu ki, adı çəkilən şəxslər Rusiya xüsusi xidmət orqanları ilə çalışır. Lakin Ramiz Mehdiyev, Əli Həsənov cütlüyü ilə Kemalettin Heydarov şəbəkəsi Rusiyada eyni qurumlarda işbirliyində deyildilər. İllər sonra mənimlə Əli Həsənov arasında gərginləşən münasibət xəbər saytımın ölkədə girişinə qadağaların tətbiqinə səbəb oldu. Bu qanunsuz sifarişi ölkədə domen satışını təşkil edən Delta Telekomun rəhbəri Faiq adlı şəxs həyata keçirmişdi. Faiq Əli Həsənovun çox yaxını sayılırdı və məhkəmə qərarı olmadan özbaşınalıq edərək ölkədə müstəqil mediaya təzyiqlər edirdilər. Düzdür, mübarizəmizi davam etdirdik və nəticədə qanunsuz bloklanma aradan qaldırıldı. Keçmiş köməkçi ilə görüş zamanı verdiyi təklifi geri çevirməyim yeni təzyiq dalğası ilə nəticələndi. Əli Həsənovun himayə etdiyi şəbəkənin mətbuat şurasında cəmləşən üzvləri özlərinə məxsus qara siyahıya rəhbəri olduğum media resursunun adını salmaqla fəaliyyətimi məhdudlaşdırmağa çalışdılar. O vaxt Əli Həsənova açıq məktub, siz dövlətə xəyanət edirsiniz başlıqlı yazıdan bir neçə saat sonra həbs olundu. Həbsim dövründə nələr yaşamışamsa, bugün də izləyicilər sosial şəbəkədən öyrənə bilərlər. Vacib olan odur ki, qanunsuz həbsim uzun çəkmədi. Həqiqət üzə çıxdı və Əli Həsənov, Vüqar Səfərli kimilər cəzasız qalmadı. Daha sonra Fövqəladə Hallar Naziri Kemalettin Heydarovun keçmişinə nəzər yetirən tanınmış jurnalist İkram Rəhimov 2004-cü ildə rəhbəri olduğu qəzetdə yazılanlar barədə qeyd edir. O illərdə redaksiyamıza maraqlı və dövlət üçün əhəmiyyətli faktlar daxil oldu. Biz də öz növbəmizdə araşdırma apardıq və faktları ictimailəşdirmək barədə qərar verdim. Kemalettin Heydarovun əsl kimliyinə aydınlıq gətirən faktları öz imzamla xalqın diqqətinə çatdırdım. Məlum oldu ki, Kemalettin Heydarov 1991-ci ildə Rusiyanın paytaxtı Moskvada Akademik Mil küçəsində yaşadığı mənzildə həbs olunub. Bu barədə Rusiyanın Qaratskaya Vesti qəzeti açıqlama vermişdi. İndi o mətbuat orqanının fəaliyyət göstərdiyi barədə məlumata sahib deyiləm. Heydarovun yaşadığı mənzildə aparılmış axtarışda külli miqdarda narkotik vasitə sayılan kokain istintaqçılar tərəfindən götürülmüşdü. Narkotik ticarətçisi kimi həbs olunan nazirimiz cəmi 3 ay həbsdə qalmışdı və azad olunmuşdu. Maraqlı tərəfi də ondan ibarətdir ki, Kemalettin Heydarovu xilas edən şəxs Ermənistanda qeyri-hökumət təşkilatlarına rəhbərlik edən Makaryan olmuşdu. Rusiya xüsusi xidmət orqanlarının əsas adamlarından biri olan Makaryan, Kemalettin Heydarovla yaxınlıq münasibəti bizim hüquq mühafizə orqanlarının diqqətindən yayınmamalıdır.
Həmin yazılardan sonra hazırda Qaradağ rayonu İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov bizə təzyiqlər etməyə başlamışdı. Lənkəran rayonuna yeni icra başçısı təyin olunan Mikayılovun təzyiqlərinə baxmayaraq faktları ictimailəşdirməkdən çəkinmədik. İndi hamı sual edir. Müavini həbs olunan icra başçısı niyə cəzalandırılmır? Əslində haqlı sualdır və bir vaxtlar Lənkəranda, daha sonra Qaradağ İcra Hakimiyyətində müavin vəzifəsini tutan Nadir Muradovun rəhbərinin tapşırıqları əsasında qanunsuzluq etdiyinə şübhə yoxdur. Təsadüfi deyil ki, Süleyman Mikayılov Lənkəranda sahibi olduğu milyonluq obyektləri Nadir Muradovun qohumlarının adına rəsmiləşdirib. Onların yaxınlıq münasibətləri Qaradağda birgə işləməyinə necə səbəb olubsa, cinayət əməllərində də şərik olmaları araşdırılmalıdır. Aldığım məlumata görə, hazırda həbsdə olan keçmiş müavin icra başçısına ismarıcılar göndərib. Əgər kömək olunmasa, Lənkərandakı obyektlərdən əlini üz. Süleyman Mikayılovun Qaradağ rayon ərazisində torpaq sahələrini, köhnə sənədləri saxtalaşdıraraq satdığı gün kimi aydındır. Bizə müraciət edən vətəndaşların müraciətləri hazırda araşdırılır və rəhbəri olduğum Reallıq TV YouTube kanalında bu barədə geniş açıqlama olacaq. Mən ümid edirəm ki, Ramiz Mehdiyev, Əli Həsənov və Kemaləddin Heydarov şəbəkəsi tam ifşa olunacaq. Əməlləri ilə dövlətə xəyanət edənlər cəzalandırılacaq. İllər öncə yazdığımız həqiqətlərə görə Ramiz Mehdiyevin, Əli Həsənovun müdafiəsinə qalxanlar, o vaxt məni qınayanlar, İkram Rəhimovu tutun deyənlər indi mediada ağalarını daşqalaq edirlər. Onların sifarişi ilə bizi həbsxanaya göndərənlər indi utanmadan özlərini dövlətsevən kimi qələmə verir, qısa və yaramaz keçmişlərini xatırlamaq istəmirlər. Reallıq TV media qrupunun rəhbəri İkram Rəhimov sonda dövlət qurumlarına müraciət edərək Əli Həsənov, Kemaləddin Heydarov və Süleyman Mikayılovla bağlı faktların ətraflı araşdırılmasını xahiş edib. Xatırladaq ki, Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun himayə etdiyi və Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən faiqlər kimi bəzi iş adamları ətraf rayonlarda hektarlarla torpaq sahələrini zəbt ediblər. Ətraf rayon icra başçılarına zəng edərək həmin iş adamlarının toxunulmazlığını təmin edən Mikayılovun himayə etdiyi şəxslər barədə növbəti materialda geniş məlumat verəcəyik.